Axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 108 min manata paket kupçalı ev satışa çıxarıldı. Bax, bu da bu ev. 10 daş kürsülü evdir, monolit evdir. Ha. Mütləq gəlin bu evə baxın. İndi yerləşmə ərazisinə baxın hələ. Bax, yola baxın. Bax, buradan yolla ara məsafəsi 80 metr olar, heç olmaz. Yerləşdiyi ərazi də Gəncə təndirindən Saray MTK-nın ortasındadır. Yəni MTK-ya da yaxındır, Sumqayıda da yaxındır, Bakı marşrutlarına da yaxındır, Sumqayıt marşrutuna da yaxındır, taksilərə də yaxındır. Deməli, yoldan 80 metr məsafəsi var. Bax, mərkəzi kanalizasiyanın trapıdır bu. Buradan ara məsafəsi var. Bir də evin üstünlüyü nə deməksən? Qabağı da yoldur, böyür tərəfi də yoldur. Yəni evə yaxın, pəncərəsinə yaxın olan bir daş hasar yoxdur. Bu da kombinin yeridir. Kombi, radiatorlar hamısı hədiyyə olunub veriləcək, evdə təhvil veriləcək sizə. Yəni ev yəz tərəfindən alınacaq. Bu da evin podval hissəsidir. Baxın. Evin podvalıdır. Bütün ara kəsmələrinə qədər qoşadaşdır. Bu da monolitdir, bax, beton monolit. Ona görə ki, ev istipoldur, koridor, hamam, mətbəx istipoldur, qalanlar radiatordur. Hasarın qırağında da belə ağac əkmək üçün, gül əkmək üçün xüsusi yeri var. 10 daş kürsülü evdir. Bax, şəbəkə pəncərədir, pəncərənin qıraqlarında qəşəng ramkalanıb, musiyalanıb, qəşəng, super səliqəli və keyfiyyətli evdir. Ağappaq evdir. Bir də evə baxın. Bax, evin koridor hissəsidir. Koridor, hamam, tualet, mətbəx, keramikadır. Qalanları ancaq laminat radiatorlar var. Buranma istipoldur. Kondisionerin yeridir, otaqların külçatları ayrı-ayrı ayrılır. Buradan başlayaq qonaq otağından. Bax, bura qonaq otağıdır, zala. Görürsünüz, yeri laminatdır. Burada da ki, radiatorun yerləri var. Otaqlar radiatordur, hamam, tualet, mətbəx, koridor, istipoldur. İndi mətbəxə baxaq. Bax, bu da mətbəxidir. Görürsünüz, bax, eyni qaydada. Yeri keramikadır, mebel arası keramika qəşəng vurulub. Bütün nöqtələri qoyulub, qaz xəttinə qədər, pəncərəsində düz öz həyatına baxır. Bir də izah edirəm, kombi, radiatorlar evdə hədiyyədir, alınıb veriləcək. Bu sanitari qovşağımızdır. Sanitari qovşağında 2 dənə trap var. Duş kabinanın yeri də o xüsusi ayrılıb. Krişə çıxmaq üçün burada yer var. Burada yataq otağıdır. Bax, bura bir yataq otağıdır, görürsünüz. Bunun bu tərəfi də yoldur. Evin qabaq tərəfi də yoldur, böyür tərəfi də yoldur. Bir yataq otağı buradadır. Hamısı böyük otaqlardır. Bax belə, bu ikinci yataq otağıdır. Görürsünüz, otaqlarda radiatordur. Qalan koridor, hamam, tualet, mətbəx istipoldur. Bu da növbəti 3-cü yataq otağı. Hə, bax belə. Deməli, bir də izah edirəm. 4 otaqlı evdir, podvalını da göstərdim sizə. 2 sotun içərisindədir. Yeri bütün monolit evdir, 108 min manatadır. Qiymətindən narahat olmayın, qiymətində ev sahibi özü endirim edəcək. Mütləq gəlib bu evə baxıb özü ilə danışıb endirim elətdirərsiniz. Mətbəx, koridor, hamam, tualet, keramika istipoldur, otaqlar laminat, radiatordur. Otaqlarda radiator olacaq. Radiator kombini ev sahibi özü hədiyyə verəcək. Yəni, alıb hədiyyə verəcək sizə. Sizə bir dənə qalacaq mətbəx mebeli. Mətbəx mebelini alacaqsınız, bu ev oldu tam hazır. Yerləşmə ərazisində yeri Saray qəsəbəsində, Saray MTK ilə Gəncə təndirinin ortasındadır, arasında. Yoldan da 80 metr məsafəsi var. Paket kupçalı evdir, evin də kupçası olacaq, torpağın da, qaz, su, işıq sayğacları var, kanalizasiyadakı mərkəzi kanalizasiyadır. Sağ olun.